Tanışlarımız var, iki qardaşdır. Bir qardaş vaxtı ilə göyərti satırmış, o birisi qardaş da gedir Rusiyaya işləyir, bizneslə məşğul olur və gəlir burada bir klinik açır, o stomatoloqdur. O göyərti satan qardaşını da tanışlarımdır, elə o qardaşını da gətirib direktor qoyub. Böyük klinikadır, oranın işləri ilə məşğul olub. Bir gün bir aşağı düşəndə gördüm ki, bir yaşlı qadındır, qızı ilə gəlib stomatoloqun yanına. Birdən mənə baxdı, sonra yaxınlaşdı bir müddətdən sonra bu resepsiyona qızla danışıb. Sonra qız gəlib yaxınlaşıb bu müəllimə deyir ki, dedim onlar kim idi? Mənə də belə təəccüblə baxdılar. Nə deyirdi? Deyir ki, bəs qayıdıb soruşub ki, bu kimdir? Deyir ki, mən bu adamı tanıyıram da. Deyir ki, bəs bizim direktorumuzdur da. Bu saat yanında qayıdıb qızına deyib ki, görürsən, göyərti satmaqla cəmaət haralara gedir. Girişmək lazımdır bu işə. Bir çox biznesə girmək istəyən bu tələbə dostlar hərdən bunu misal çəkirəm ki, uzaqdan görünən kimi deyil bəzi şeylər. Ki, baxır ki, filan məsələ ilə deyir, gör, filan şey eləməklə. Bəzən fərqlidir, yəni sən görmürsən axı o hansı yolla hara gedib. Ona görə biraz diqqətli olmaq lazımdır.